Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə aramsız yağışlar cəmiyyətdə müxtəlif müzakirələrə yol açıb. Bəziləri hava dəyişikliyini Yaxın Şərqdə və Ukraynada davam edən hərbi əməliyyatlarla, havaya atılan raketlərlə əlaqələndirir. Görəsən doğrudanmı buludların arxasında barut qoxusu var? Yaxın Şərqdə, o cümlədən İranda müharibə alovlanır və hər gün bir neçə yüz raket, digər mərmilər işlədilir. Əlbəttə, bu lokal miqyasda müəyyən qədər atmosferə təsir edir. Ancaq onun gücü atmosferin ümumi gücü ilə müqayisə edildikdə çox aşağıdır. Ona görə də onun regionlar üçün nəsə bir mənfi təsir göstərmə ehtimalı çox deyil, azdır. Rəqəmlər və faktlar da müharibə yağışları nəzəriyyəsini boşa çıxarır. Çünki tarix hələ barut qoxusu olmayan yerlərdə də bənzər fəlakətlərin şahidi olub. Martın sonu, aprelin əvvəlində Azərbaycan ərazisinə və Rusiyanın cənub ərazilərinə, Dağıstana şiddətli yağıntıları bu müharibə ilə əlaqələndirmək düzgün deyil. Çünki bu müharibədən əvvəl də, hətta Amerika Birləşmiş Ştatlarının ən böyük şəhəri, megapolis New Yorkda təxminən ay yarım bundan əvvəl bir saat ərzində 250-300 mm yağıntı düşdü ki, bu görünməmiş bir məsələdir. Orada da heç birinə hərbi əməliyyat, başqa əməliyyatlar keçirilmirdi. Bəs onda fəlakətin əsl səbəbi nədir? Bu zaman diqqəti dünyanın soyuducusu sayılan Şimal qütbünə yönəltmək lazımdır. Oradakı görünməz bir burulğan öz nizamını itirən kimi planetin hava xəritəsi xaosa sürüklənir. Şimal qütbü üzərində bir hava burulğanı var, soyuq hava burulğanı var. Bu müəyyən bir sürətlə o burulğan baş verir. Hər hansı bir səbəbdən, misal üçün, bloklayıcı antisiklonlar onun arasına girəndə onun sürəti azaldığı üçün artıq o soyuq havanı ətrafında lazıma qədər saxlaya bilmir. Onun bir hissəsini digər regionlara ötürür. Yəni atmosferin ümumi hava dövranına ötürdüyü üçün bunların marşrutu da bilmirsiniz, xaotik olur. Lakin səmanı qəzəbləndirən təkcə təbii dövran deyil. Müasir texnologiya artıq insana buludları idarə etməyə imkan verir. Cloud seeding və ya buludların toxumlanması adlanan bu prosesdə göy üzünə səpələnən mikroskopik zərrəciklər rütubəti özünə çəkərək süni şəkildə ağırlaşır və yerə leysan kimi tökülür. Lakin bu yağış sifarişləri bəzən idarə olunmaz fəsadlara və qonşu ölkələrdə gözlənilməz meteoroloji fırtınalara yol açır. Bir sıra quraqlıq ölkələrdə, o cümlədən ərəb ölkələrində, Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində süni yağıntı yağdırmaq layihələri həyata keçirilir. Bu, həmin süni yağıntı yağma layihələri üzrə həmin ərazilərdə yağıntılar müəyyən qədər artır, haradakı bu tətbiq olunur. Ancaq bəzən bu proses qonşu ərazilərdə yağıntıların müəyyən qədər azalmasına, ancaq bəzi hallarda isə atmosferdə demək, atmosferin vəziyyətinə asılı olaraq digər ərazilərdə gözlənilməz yağıntılar da baş verə bilər. Çünki həmin reagent miqrasiya edir digər ərazilərə, orada yağıntı əmələ gəlməsi prosesini bu və ya digər dərəcədə gücləndirə bilər. Nəticədə buludlar miqrasiya edir. Bir region susuzluqdan yananda digərində daşqınlar baş verir. Bəs qarşıdakı günlər nə vəd edir? Biz nə vaxt çətirlərdən azad olacağıq? Gözlənilən intensiv yağışlarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi dağ çaylarından isə qısa müddətli sel keçəcəyi də gözlənilir. Və qeyd etmək istərdim ki, bu dövr ərzində temperaturunda 5-8 dərəcə aşağı erəcəyi də ehtimal olunur. Artıq aprelin 22-sindən başlayaraq ölkə ərazisində hava şəraitinin stabilləşəcəyi və temperaturunda nisbətən yüksələcəyi gözlənilir. Beləliklə, atmosferdəki bu xaotik rəqs müvəqqəti də olsa sakitləşəcək kimi görünür. Lakin baş verənlər bir həqiqəti ortaya qoyur. İqlim dəyişikliyi artıq uzaq gələcəyin deyil, bugünün problemidir. İnsan yer üzündə savaşdıqca təbiət də özünə məxsus şəkildə cavab verir. Amma bu cavab raketlərlə deyil, idarə olunmaz sel və fırtınalarla gəlir. Səmanın dilini anlamaq isə artıq sadəcə sinoptiklərin deyil, hər birimizin işidir. Çünki təbiətin nizamı pozulanda sərhədlər də, silahlar da aciz qalır.